Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Aziz Müslümanlar, bu mübarek ayda bize ünvanlanmış bir neçə suala cavab verəcəyik. Suallara cavab verməmişdən əvvəl Allaha dua edib deyirəm: Allahümme enfa'na bima allamtana və allimna ma yenfa'una və zidna ilmə. Allahım, bizə öyrətdiklərini bizim üçün faydalı et, bizə faydalı elm öyrət və bizim elmimizi artır. Demək, birinci sualda soruşurlar ki, iftarı gecikdirmək olarmı? İftarı gecikdirmək olarmı deyəndə qəsd odur ki, gün batan kimi dərhal iftar etməmək. Bir qədər gözləmək, 15, 20, 25 dəqiqə, bəziləri daha çox gözləyir, sonra iftarı açır. Belə etmək nə dərəcədə şəriətə uyğundur? Demək, bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir neçə hədis varid olub. O hədisləri deyəcəm, özünüz nəticə çıxarın. 1. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, iftarı tezləşdirin. Yəni, vaxtı girən kimi iftar edin. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir və onun əmrinə qarşı çıxmaq insana günah qazandıra bilər. 2. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mənim ümmətim iftarı tezləşdirdiyi müddətcə xeyir, bərəkət içində olar. Demək, onu gecikdirdikdə xeyir, bərəkətdən məhrum ola bilərik. 3. Mənim ümmətim iftarı tezləşdirdiyi müddətcə digər ümmətlərdən üstün olacaq. Demək, gecikdirdikdə bu fəzilət əldən gedə bilər. 4. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, iftarı tezləşdirin, çünki kitab əhli onu gecikdirir. Bu da o deməkdir ki, iftarı gecikdirdikdə kitab əhlinə bənzəmiş olaraq. Və nəhayət 5-ci hədis, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, biz Peyğəmbərlərə əmr olunub ki, iftarı tezləşdirək. Yəni, vaxtı girən kimi, gün batan kimi iftar edək. Bu hədislərdən nəticə çıxarmaq lazımdır, əziz müsəlmanlar. Növbəti sualda deyilir ki, oruclu ikən qan aldırmaq orucu pozurmu? Alimlərin əksəriyyəti, xüsusilə də Hənəfi, Maliki, Şafii məzhəbləri deyirlər ki, oruc vaxtı qan aldırmaq orucu pozmur. Lakin məkruh sayılır. Məkruh sayılmasını da nə ilə izah edirlər? Qan verdikdə bədən zəifləyir, oruc tutmaq çətin olur deyə. Ona görə bu, o məzhəblərin rəyinə görə bəyənilməyən əməllərdəndir. Lakin orucu pozmur. Hər bir halda orucu pozmur. Buna da dəlil, Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu ikən qan verib və orucunu davam edib və Rasulullah sallallahu aleyhi və səlləmdən başqa bir hədis, elə bir hədis varid olmayıb ki, orada deyilsin ki, oruclu ikən qan verdikdə oruc pozulur. Həmçinin Ənəs ibn Malik radiyallahu anh'a tabiinlər sual verir, deyir ki, siz sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında qan vermisinizmi və qan verəndə oruc pozulubmu? Ənəs ibn Malik deyir ki, xeyr, biz qan verdikdə orucumuzu pozmazdıq, davam edərdik. Yalnız istisna hal o hal idi ki, adamın o qan verdikdən sonra halı dəyişsin. Onda artıq o səbəbdən dolayı, yəni halı dəyişdiyindən dolayı orucunu açardı. Növbəti sualda deyilir ki, hansı əməlsiz oruc qəbul olmur? Yəni, orucun vacibləri, rükünləri hansılardır? Sualı biraz dəqiqləşdirək. Orucun 2 rükünü var. 2 rükünü. Birincisi, gecədən niyyət etməkdir. Yəni, bu xüsusilə Ramazan orucuna aiddir. Nafilə oruclarını
Sübh namazından sonra da niyyət edib tutmaq olar. Amma Ramazan orucunu mütləq şəkildə gecədən niyyət edib tutmaq lazımdır. Əməllər niyyətə görədir. Niyyətsiz Ramazan orucu qəbul olmur. Bu birinci rükünə aid bir məsələyə də toxunaq. Ramazan ayı boyu hər gecə niyyət etməyə gərək yoxdur. Ramazanın əvvəlində bir dəfə niyyət edirsiniz ki, axırına dək oruç tutacaqsınız və bu niyyət kifayət edir. İstisna hal yalnız o haldır ki, Ramazanın ortasında əgər xəstəlik və ya başqa üzürlü səbəbdən dolayı orucu dayandırsaz, bir neçə gündən sonra yenidən başlasaz, başladıqda yenidən niyyəti gecədən etmək lazımdır. Yenə niyyət edirsən ki, Ramazanın axırına dək oruç tutacaqsan. İkinci rükün odur ki, dan yeri söküləndən gün batana dək yemək içməkdən imtina etmək lazımdır. Yəni, əgər yemək yesəz və ya su içsəniz, oruc batil olur. Növbəti sualda deyilir ki, səhur yeməyini nə vaxt yemək məsləhətdir və bir də səhur yeməyi şərtdirmi? Səhur yeməyini nə qədər gecikdirsəz, yəni dan yerə sökülənə qədər, o vaxta qədər gecikdirsəz, bir o qədər yaxşıdır. Amma lap dan yeri sökülənə dək bunu uzatmaq, gecikdirmək məsləhət deyil. Niyə? Çünki dan yeri sökülməyə bir yarım saat qalmış, heç olmasa. Səhuru dayandırıb dualar etmək, xüsusilə də Allahdan bağışlanma diləmək daha məsləhət, daha yaxşıdır. Bir, ona görə ki, səhih rəvayətdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında sahabələr 50 ayə oxunacaq qədər vaxt qaldıqda səhuru dayandırardılar. 2, ona görə ki, Quran-ı Kərimdə ayədə deyilir ki, səhur vaxtı onlar Allahdan bağışlanma diləyir. O bil əshəri hum yestəğfirun. Səhur vaxtı möminlər Allahdan bağışlanma diləyir. Odur ki, həmin vaxtı yeməyə sərf etmək yox, Allahdan bağışlanma diləməyə, tövbə etməyə, sərf etmək daha münasibdir. Səhur etmək əlbəttə ki, məsləhətdir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, səhurda bərəkət var. Yəni, səhur yeməyini yesəz, o sizin üçün bərəkətli olacaq, ondan əlavə taqətiniz olacaq oruç tutmağa, həmçinin taqətiniz olacaq digər ibadətləri yerinə yetirməyə. Lakin qeyd edək ki, əgər kimsə səhur etməyibsə, orucunu o halda tuta bilər. O da icazəlidir. Növbəti sualda deyilir ki, oruz ikən bilmədən yemək və ya su içmək orucu pozurmu? Demək, orucun vaxtını bilmədən, yəni adam məsələn səhər oyanıb, saat yatıb qalıb, elə bilir ki, hələ dan yeri sökülməyənə vaxt var, yemək yeyir, su içir, sonra başqa bir saata baxanda görür ki, artıq orucun vaxtı yarım saatda və yaxud bir saatda daxil olub. O halda onun orucu batil olmur. Çünki o bilmədən bunu edib. Həmçinin unudub əgər adam yemək yeyərsə, su içərsə, o zaman yenə yadına düşən kimi yeməyi içməyi dayandırır və orucuna davam edir. Bu haqda ayrıca bir hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bilmədən unudub oruc vaxtı yemək yesə, yaxud su içsə, qoy orucunu davam etsin, çünki onu yedirdən və içirdən Allahdır. Bir məsələyə də xüsusilə toxunaq, indi yadıma düşdü. Bilərəkdən əgər kimsə orucunu açarsa, onu ağır bir əzab gözləyir. Qəbr əzabı. Qiyamət günü də Allah bilir onu nə gözləyir. Qəbr əzabı xüsusunda ayrıca bir hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o kəslər ki, bilərəkdən oruclarını asırlar, onları qəbirdə əzab gözləyir. Ayaqlarından asılacaq, orduları cırılacaq və ordularından dayanmadan qan axacaq.
Növbəti sualda deyilir ki, orucu pozmayan amillər hansılardır? Demək, oruc vaxtı bir çox əməllər var ki, onu pozmur. Bəzilərini deyəcəm, digərlərini isə bizim YouTube kanalımızda yazılı şəkildə artıq tərtib etmişik. Oradan oxuyub öyrənə bilərsiniz. Su ilə ağzı və burnu yaxalamaqdır. Gözə və ya qulağa dərman damcılatmaqdır. Qulağı yumaq, müalicə məqsədi ilə bədənə iynə vurmaq, müalicə məqsədi ilə. Qidalandırıcılar bura aid deyil. Diş çıxartmaq və ya dişi müalicə etdirmək, misvaqla və ya diş məzunu ilə dişləri təmizləmək, bir şərtlə ki, o məzunu udmayasınız. Bədənə krem, maz və s. çəkmək, ha belə müalicəvi plastırdan, şamlardan istifadə etmək, ətirlənmək, çinmək, tüpürzəyi udmaq, yuxuda ikən məni və ya məzi ifraz etmək və buna bənzər əməllər orucu pozmur. Yəni, bu halda orucunuzu davam edə bilərsiniz. Yenə bir sualda deyilir ki, oruc vaxtı yuxuda cənabət halına düşən adam dərhal qüsl etməlidirmi? Yəni, adam yuxudan durub görür ki, cənabət halındadır. Dərhal qüsl etmək ona vacib deyil. Yəni, məsələn, sübh namazını qılıb, sonra zikirləri edib, Quran oxuyub, sonra dincəlmək üçün 1-2 saat yatır, oyananda görür ki, cənabət halındadır. Və zöhr namazına da hələ 3-4 saat var. Dərhal qüsl etməyə lüzum yoxdur. Lakin burada bir məsələ var. Ramazan ayında adam istəyir çoxlu Quran oxusun. Quranı oxumaq üçün isə mütləq pak halda olmaq vacibdir. Odur ki, cənabət qüslünü dərhal edib, sonra Quran oxuyur. Yəni, Quran oxumaq istəyirsə, cənabət qüslünü edir. Deməli, ayrıca bir hədisdə Ayşə və Ümmü Sələmə radiyallahu anhümə rəvayət etdiyi hədisdə xəbər verilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bəzən cənabətli halda yuxudan oyanar, oruclu vaxt, oruclu ikən və dərhal qüsl etməzdi. Bir müddət sonra, az bir müddət sonra qüsl edərdi ki, ümmətinə bəyan etsin. Bəyan etsin ki, dərhal qüsl etmək vacib deyil. Növbəti sualda deyilir ki, xəstələndikdə orucu pozmaq olarmı? Baxar xəstəliyə. Əgər xəstəlik yüngül xəstəlikdirsə, məsələn, adam öskürür, boğaz ağrıyır və ya burnundan seli yaxır və ya biraz qızdırması qalxıb. Yəni, elə bir xəstəlikdir ki, həmin xəstəlik əsnasında oruc tuta bilir. Yəni, bu oruc ona heç bir sıxıntı yaratmır. O halda o orucunu tutur, orucunu açmır. Çünki Ramazan ayının orucu mübarək ayda olduğu üçün onun xeyir bərəkəti olduqca böyükdür. Amma elə bir xəstəlik ola bilər ki, o xəstəlik ağır olsun və o xəstəlik əsnasında oruc tutmaq xəstəyə olduqca böyük sıxıntı yaratsın. Onda Bəqərə surəsindəki ayəyə əsasən, ayədə Allah Teala deyir ki, əgər xəstə olsanız, orucunuzu aça bilərsiniz. Amma Ramazandan sonraki aylarda o orucun, yəni buraxdığınız hər günün əvəzinə bir gün onun qəzasını tutmalısınız. Və bir də var xroniki xəstəliklər. O xəstəliklər ki, artıq ömrü boyu insanı tərk etmir, daim o xəstəliklə yaşayır və o xəstəliklə də oruç tutduqda o oruç tutan adama çox ağır gəlir. O zaman artıq həmin adam oruç tutmur, onun yerinə hər günün əvəzinə bir kasıbı yedizdirir. Və bu hökmə aiddir yaşa dolmuş insanlar. Artıq yaşa dolub, qocalıq onu əldən salıb, oruç tuta bilmir, kəffarə verir. Həmçinin buna aiddir hamilə qadınlar, süd verən qadınlar. Onların da o ağır xəstəliyi uzanırsa, yəni 9 ay hamiləlik, sonra da 2 il o süd vermək və bu çox
qadın üçün sıxıntı yaradır. O zaman artıq orucun əvəzinə kəffarə verə bilər. Lakin bəzi alimlər deyir ki, yaxşı olar ki, o tam oruc tutmağa qadir olduqda o orucların qəzasını tutsun. Amma bu qadın üçün çox ağır olur. Bəzən də olur ki, məsələn üçün qadının sonra yenə övladı olur, yenə bu davam edir, yenə bir övladı olur. Bu 5-6 il, 7 il, 8 il davam edə bilər. O halda artıq kəffarə verməklə kifayətlənir. Hansı xəstəlikdən dolayı orucu tutmadıqda onun qəzasını tutmaq vacibdir? Bu haqda bir qədər əvvəl danışdıq, dedik ki, xroniki xəstəlik olduqda o xəstəlikdən dolayı artıq insan oruc tutmur, onun yerinə kəffarə verir və qeyd edək ki, kəffarə ölçü vahidi ilə yarım sa, yəni təqribən 1 kilo yarım ərzaq. Onu yemək halında da vermək olar, ərzaq halında da vermək olar kasıba. Hər günə elə bil ki, bir kasıbı yedirtmək nəzərdə tutulur. Qeyd edək ki, bu kəffarəni pulla vermək olmaz. Əgər pul versəniz, həmin kasıb o pula gedib dərman alsa, özünə hər hansı bir başqa bir ehtiyacı olan bir şeyi alsa, kəffarə sayılmaya bilər. Odur ki, kəffarəni yemək ilə vermək lazımdır, yəni sünnəyə uyğundur. Bir də kəffarəni vaxtından tez vermək, yəni Ramazan ayı başa çatmamış vermək icazəli deyil. Gözləmək lazımdır ki, nə qədər ola bilər, adam məsələn üçün yaşlıdır, 15 gün oruc tutmayıb, sonra vəfat edib. Onun doğmaları yalnız 15 günün kəffarəsini verəcək. Odur ki, ya hər gün tutmadıqca hər günə bir nəfəri yedirtmək, ya da gözləyib ayın axırında bir dəfəlik 30 nəfəri yedirtmək lazımdır. Növbəti sualda deyilir ki, oruc ikən yatmaq icazəlidirmi? Bəli, icazəlidir, hətta müstəhəbdir, bəyənilən əməllərdəndir. Adam gündüzləri bir neçə saat dincəlməlidir ki, onun ibadət etməyə taqəti olsun. Eləcə də gecələri bir qədər dincəlməlidir ki, onun ibadət etməyə taqəti olsun. Lakin burada bir məsələ var. Bəziləri oruc vaxtı gündüzün çox hissəsini yatır. Gecəni səhərə qədər oturur, sonra gündüzün bütün, demək olar ki, çox hissəsini yatır və beləliklə də güya oruc tutur. Oruc nə üçündür? Orucluq ayı, yəni Ramazan ayının adlarından biri də səbr ayıdır, səbr. Bu ayda bir çox şeylərə səbr etmək lazımdır, dözmək lazımdır. Məsələn, yuxusuzluğa, yemək içməkdən qalmağa və s. Odur ki, bu ayı yatmaqla keçirməyin. Əksinə, ibadət edib savab qazanmağa tələsin. Növbəti sualda deyilir ki, orucların hamısı eyni hökmdədirmi? Cavab, xeyr. Hər bir orucun özünə məxsus hökmü var. Oruclar qismlərə bölünür. İndi qısa şəkildə onu sadalayacağım. Birincisi, vacib oruclardır. Ramazan orucu, qəza orucu, nəzir orucu və kəffarə orucu bunlara aiddir. İkincisi, qadağan olunmuş orucdur. Ramazan və Qurban bayramlarında oruc tutmaq. Bu haramdır, qadağandır. Heyz və nifas halında qadının tutduğu oruc. Bu da qadağandır. Həmçinin şəkk edilən gün, yəni Şaban ayının 29-u və ya 30-u oruc tutmaq. Həmçinin həcc ziyarətində Ərafa günü və bir də təşrik günlərində Zilhiccənin 11-i, 12-i, 13-ü tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Ha belə ərin izni olmadan qadının tutduğu nafilə orucu, ha belə cümə və ya şənbə gününü xüsusiləşdirib ayrıca oruc tutmaq. Bütün bu orucları İslam şəriəti qadağan edir. Üçüncüsü, müstəhəb oruclardır. 1-ci və 4-cü gün tutulan oruclar, Şaban ayının 6 gününü, Şəvval ayının 6 gününü oruc tutmaq, hicri aylarının, yəni qəməri ayların hər ayın 13-ü, 14-ü, 15-i oruc tutmaq, Zilhiccə
ayının ilk 9 gününü oruç tutmaq, Məhərrəm ayının 9-u, 10-u, 11-i oruç tutmaq. Bunlar hamısı müstəhəb oruclardır. Məkruh oruc, yəni bəyənilməyən, xəstəyə çətinlik yaradan orucdur. Yəni xəstəliyini ağırlaşdırmır, ancaq onu bir qədər sıxıntıya salır. Bu bəyənilmir. Və bir də mübah oruc, müsafirin orucudur. Yəni səfərdə oruc tutmaq da olar, onu açmaq da olar. Hər ikisi icazəlidir. Növbəti sualda deyilir ki, adam orucu pozmağa qətiyyətlə niyyət edib, lakin sonra niyyətini dəyişib pozmayıb. Bu halda oruc pozulurmu? Cavab bəli. Bir qədər əvvəl qeyd etdik ki, əməllər niyyətə görədir. Burada da həmçinin adam niyyət edir ki, indi gedim evə, oturum yaxşıca yemək yiyeyim. Bilə-bilə ki, oruc tutub orucludur. Niyyət edir ki, gedim evə yemək yiyeyim. Gəlir evə, soyuducunu açır, yaxud da ki, mətbəxdə qazanın qapağını qaldırır, baxır ki, yemək yoxdur. Hazır yemək yoxdur. Niyyətini dəyişdirir, yox, axşama kimi onda oruc tutum. Bu halda artıq onun orucu batil olur. Batil olur. Yəni bu məsələyə diqqət yetirin. Hədisdə deyilir ki, bayaq dedik ki, hədisdə deyilir ki, əməllər niyyətə görədir. Odur ki, həmin gün artıq onun orucu batil olur və o günün qəzasını bir gün mütləq tutmalıdır. Növbəti sualda deyilir ki, təyyarədə olan şəxs nə vaxt iftar etməlidir? Demək, əgər hər hansı bir adam iftar etdikdən sonra, yəni yerdə ikən gün batıb, iftarını etdi, sonra təyyarəyə minir, havaya qalxır. Təyyarə 10.000, 11.000 hündürlüyə qalxır. Və həmin hündürlükdə o günəşi görürsə, onun artıq ona aidiyyəti yoxdur. Adam orucunu açmış sayılır və yemək içməyinə davam edə bilər. Amma əksinə, adam havadadır, təyyarədədir və gün hələ batmayıb. Yerə enənə də gün batmırsa, amma yerdə həmin vaxt artıq gün batıbsa, orucunu açmır. Çünki o adam havada ikən günəşi görür deyə orucunu davam edir. Yenə bir sualda deyilir ki, hər kim Ramazan əsnasında İslam dinini qəbul etmişsə, ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi? Xeyr, vacib deyil. Çünki İslamdan əvvəl nə günah edibsə, o günahların hamısı ona bağışlanır. Bu xüsusda Ənfal surəsinin 38-ci ayəsində belə buyurulur. Kafir olanlara de, əgər onlar küfürlərindən əl çəksələr, İslamı qəbul etsələr, keçmişdəki günahları onlara bağışlanacaq. O ki, qaldı, İslamı günorta vaxtı qəbul edən kimsəyə, həmin vaxt artıq oruç tutmağa başlayır, gün batana qədər və tam şəkildə o günün savabını qazanır. Çünki o vaxta qədər etdiyi günah ona bağışlanır. Növbəti sualda deyilir ki, əgər bir şəxs üzürlü səbəbdən dolayı, məsələn, xəstəlikdən dolayı orucunu açarsa və həmin gündə üzr aradan qalxarsa, o nə etməlidir? Deməli, adam xəstədir, günorta vaxtı artıq sağalır, məsələn üçün. Bu adam yemək içməyinə davam edir. Yemək içməyinə davam edir, orucu yenidən oruc tutmağa və orucuna və yaxud tərsinə həmin vaxt xəstələnsə, yarımçıq saxlayıb orucuna davam eləmir. Bir də izah edeyim, aydın olsun. Adam xəstədir, sağaldı. Oruc tutmalıdırmı yerdə qalan günü? Xeyr. Və yaxud da ki, sağlamdır, günorta üstü xəstələndi. Orucunu davam etməlidirmi? Xeyr, orucunu açır. Yəni, hər iki halda Allah Subhanahu müsəlmana rüxsət verir. O rüxsətdən istifadə etməlidir. Deməli, növbəti sualda deyilir ki, Ramazanda oruclu ikən cinsi əlaqəyə girən adam nə etməlidir?
Demək, oruc ikən cinsi əlaqəyə girən adam əvvəla qeyd edək ki, böyük günah edir. Böyük günah edir və bu günaha görə birinci tövbə etməlidir. İkincisi, həmin günün orucunu tamamlamalıdır. O oruc qəbul olmasa da, cəza olaraq o günün orucunu tamamlamalıdır. Üçüncüsü, o günün orucunu əvəzini bir gün qəza etməlidir. Ramazandan sonra mütləq tutmalıdır. Və dördüncüsü, kəffarə olaraq həmin cəzanı ödəmək üçün 2 ay dalbadal oruc tutmalıdır. Çətin bunu edə bilsin, çox çətindir bu. Və ya 60 kasıbı yedirtməlidir. Burada incə bir məsələ var. Arvad əgər bilərəkdən ikisi də cinsi əlaqəyə girərsə, ikisinin də boynuna bu dediklərim vacib olur. Tövbə, orucu davam etmək, onun cəzasını bir gün qəza orucu tutmaq və bir də kəffarə olaraq hər ikisinə 60 gün və yaxud 60 kasıbı yedirtmək. İncə məsələ nədir? Əgər kişi qadını cinsi əlaqəyə məcbur edərsə, qadın istəmədən kişi onunla yaxınlıq edərsə, o halda bu dediklərimiz ancaq kişiyə vacib olur. Qadına vacib olmur, qadın orucunu davam edir və o oruc, həmin günün orucu ondan qəbul olur. Növbəti sualda deyilir ki, səfərə çıxdıqda orucu pozmaq icazəlidirmi? Bəli, Əl-Bəqərə surəsində Allah Subhanahu taala buna rüxsət verir ki, səfərdə olduğunuz zaman orucu aça bilərsiniz, sonraki günlərdə onun qəzasını tutacaqsınız. Lakin burada bir incə məsələ var. Orucu açmaq niyyəti ilə səfərə çıxanlar artıq günah qazanmış olur. Çünki hilə qururlar. Bilərəkdən orucu açır, ancaq səfər adı ilə, səfəri bəhanə gətirərək. Bu halda artıq o günah qazanır. Necə ki, adam həyat yoldaşı ilə cinsi əlaqəyə girmək istəyir. Lakin əvvəl orucunu yemək içməklə açır, güya orucunu yemək içməklə açdı, sonra cinsi əlaqəyə girir. Nəticədə niyyəti nə idi? Niyyəti cinsi əlaqəyə girmək idi. Sadəcə özü-özünü aldadır. Özü-özünü o böyük günaha batırır. Belə günahlardan Allah Subhanahu taala bizi uzaq eləsin. Allah qorusun. Orucun səhih sayılması üçün şərt varmı? Bəli. Orucun səhih sayılması üçün İslam dininin qoyduğu şərtlər var. Birinci şərt odur ki, adam gərək həddi buluğa çatmış olsun. Yəni, uşağa oruç tutmaq vacib deyil. Lakin uşağı oruç tutmağa öyrətmək müstəhəbdir. Tutmaq istəyirsə qoy tutsun. Amma vacib deyil, şərt deyil. Birinci məsələ. İkinci məsələ, ağıl başda olmalıdır. Oruç tutan adamın ağlı başında olmalıdır. Yəni, dəliyə oruç tutmaq vacib deyil. Və üçüncü şərt də odur ki, adam müsəlman olmalıdır. Çünki qeyri-müsəlman nə qədər oruç tutsa da, Allah onu ondan qəbul eləmir. Allah ibadəti yalnız Allaha təslim olan insandan qəbul edir. Allaha və Peyğəmbərinə şəhadət gətirib İslamı qəbul edən kimsədən qəbul edir. Və bir də dördüncü şərt, bu da qadınlara aiddir. Yəni, qadın şərtdir ki, təmiz olduğu halda orucu tutsun. Heyizli və nifaslı qadınlara oruç tutmaq haramdır, qadağandır. Ramazanla bağlı bir çox digər suallar da var. O suallara növbəti çıxışımızda cavab verəcəyik. Söhbətin əvvəlində dua etdiyimiz kimi, yenə axırında da eyni dua ilə Allaha dua edib deyirik. Allahümmə ənfa'nə bimə alləmtənə və əllimnə mə yənfəunə və zidnə ilmə. Allahım bizə öyrətdiklərini bizim üçün faydalı et, bizə faydalı elm öyrət və bizim elmimizi artır. Subhanək Allahumma və bihəmdik, əşhədü ən la iləhə illə ənd, əstəğfiruka və ətubu ileyk.